ölənə qədər dində sabit olmağı Allahdan istəyin. Allahdan sabitlik istəyin. Bir Allah Teala kitabında buyurur: "İnnellezîne qâlû rabbunallâhu thumme istaqâmû." O kəslərdir Rəbbimiz Allahdır deyib, sonra doğru yol üzərində olarlar. Fussilet surəsindəki ayədə deyir ki, Rabbunallah, deyir Rəbbimiz Allahdır deyənlər çoxdur. Lakin doğru yol üzərində olanlar azdır. Bugün nə qədər insanlar var ki, deyir ki, Rəbbim Allahdır, amma görürsən ki, asi, fasik həyat tərzi yaşayır. Həqiqətən qızıl sözdür vallahi. Nə qədər insanlar var qardaş, yer üzərində, elə müsəlmanları götürək. Hamısı deyir bir ağızdan sorursan, deyəcək Rəbbim Allahdır. Amma əməllərinə baxanda o büruzə vermir. Rəbbim Allahdır deyir, Allaha asidir, fasikdir. Rəbbim Allahdır deyir, haram yeyir. Rəbbim Allahdır deyir, Allaha ibadət eləmir. Rəbbim Allahdır deyir, içki içir. Rəbbim Allahdır deyir, zina edir. Soruşana deyir, bəli, mənim Rəbbim Allahdır. Allahı sevirəm, Allahdan qorxuram. Rəbbim Allahdır deyir, rüşvət alır. Rəbbim Allahdır deyir, qeybət edir, nəmmamlıq edir. Haramla yeyir, haramla qidalanır, haramla geyinir. Gör nə qədər bax bunların içində Rəbbim Allahdır deyənlər var. Doğrudan baxırsan, elə çox uzağa gedməyək. Götürək Azərbaycan cəmiyyətini, burada yaşayırıq Azərbaycanda. Nə qədər özünə mən müsəlmanam deyənlər var. Nə qədər mən Allahdan qorxuram deyənlər var. Deyəndə deyir, mən Allahdan qorxuram. Mən də Allahı sevirəm. Amma əməllərinə baxanda görsənirmi? Vallahi ağır kəlmədir qardaşlar. Bəzən insan bax belə nəsihət eləməyə qorxur. Çünki bu əməllə bağlı olan şeylərdir. Çünki hamımız deyirik, Rəbbimiz Allahdır, biz Allahı sevirik. Bunu hamımız bir ağızdan deyirik, Allahdan qorxuruq deyil. Lakin günah edəndə adam utanır.